Kabalada əzablar yolu və Tövrat yolu haqqında danışırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, hamı bir yolun üzərindədir. Haraya doğru? Yaradanla birləşməyə doğru. Hamı, bütün bəşəriyyət, bütün ruhlar. Belə çıxır ki, אנחנו צריכים כאן לדעת איך מתקרבים. כי אם לא Biz מתקרבים, אז פועלים עלינו חוקים. nə cür yaxınlaşa bildiyimizi bilməliyik. Çünki əgər yaxınlaşmırıqsa, onda təbiətin qanunları bizə təsir edir və bizi yaxınlaşmağa məcbur edir. Biz isə bunu çox xoşa gəlməz şəkildə hiss edirik. Bu əzablar yoludur? Bəli. Bəs Tövrat yolu nədir? Tövrat yolu, bu nurun yoludur, vermə yoludur. Biz özümüz yaradan kimi olmaq istəyirik və o zaman biz bir-birimizlə əlaqədə və məxluqlar arasında əlaqədə oluruq və bu vasitə ilə yaradana yaxınlaşırıq və bu bir-birimizə yaxınlaşdığımız sayəsində olur və buna məxluqları sevgidən yaradana, sevgiyə adlanır. Tövrat yolu hara aparır? Yaradana. Bu yol ikinci yolda nə ilə üstündür? İkinci yol bu zərbələrin yoludur. Biz yenə də yaradana yaxınlaşacaq, amma çox xoş olmayan bir üsulla. Siz yaradana yaxınlaşmaq deyəndə sevgi və vermək xüsusiyyətini yanaşmaq nəzərdə tutursunuz. Bəli. Deyirsiniz ki, hamımız bu səviyyəyə çatacaq. Bəli. Yəni bu bir növ təkamül prosesidir. Bəli. Yəni Tövrat bir rəhbərlik kimidir ki, inkişaf sürətləndirir. Bəli.